بسم الله الرحمن الرحیم. عرض ادب و احترام خدمت یکایک şəhərvəndان عزیز Sərdərud ki, şəhrimizin hər nöqtəsində sakindirlər və az təriq kanal rəsmi və mərdumi Sərdərin və radyo telegram Avay Sərdərud bizim səsimizi eşidirlər. Azizlər, məsləhətə salam ərz edirəm. Bugün iftixar nəsib olub İmam Cüməyi Möhtərəm şəhrimiz Doktor Cəlilin xidmətindəyik və bir neçə sualdan bu buzurgəvanın xidmətində olacaq. Cavay doktor, çox məmnunam ki, vaxt verdiniz bu xidmətinizdə olaq. Bu ünvanı qəbl az ki, mən əvvəl sualımı xidmətdən soruşum. Bir salam əleyküm zalaq əziz şəhərvəndilərimizə ta xidmətçisi olaq. Bismillahirrahmanirrahim. Bəndə də arz salam و ادب و احترام varımdır. Həzrət Aliyə və həmkarlarınıza və həminطور بینندگان و شنوندگان عزیزی که در حقیقت sizin bu بحث رادیو آوای Sərdərudda که şəhərdə به hamdillah mənşəy əsərat fərhəngidir. Qulaq asırlar və məsail şəhərdən baxəbər olurlar. موجب ارتقای آگاهی عموم مردم olur. Hamı əzizlərə salam و عرض ادب و احترام varımdır xidmətinizdə. Təşəkkür edirəm lütfünüzdən. Əvvəlin sual xidmətinizdən bu olsun ki, bir nəfərsiniz ki, şəhrin təsmimatında həmişə mühüm nəqşiniz vardı. Didgahınız şəhrimizin feilən, simay şəhridən az babət umrani, fərhəngi inayət eləyin baxışınızı bu gün şəhrin moridində alaq ta yetişək o birisi suallarımıza. به hamdillah شهر Sərdərud به خاطر بنیه مذهبی که از گذشته وارده و معمول بر بوده که تمام سطح استانda وقتی که شهر Sərdərudun adı aparılır معمولا ذهنیت‌های وجود انسان‌های مذهبی در او شهرده و مستحضرست که مذهب به عنوان شالوده اصلی فرهنگده که bir فرهنگ متعالی شیعی burada hakimdir və باعث olubdur ki ارتقای فرهنگ də اتفاق düşsün. به hamdillah مسائل فرهنگی şəhrimizdə umum mərdum çalışırlar, nəqş afərin olsunlar və o etibarla vəziyyət feili hala بعد از انقلاب اسلامی nəzərə gəlir ki, şəhər Sərdərudda halət seyr təkamülünü təy eləyibdir. Hər bazı zamanında خدماتی و اتفاقاتی انجام tapılınıbdır ta yetişmişik indi vəziyyət mövcud ki, bu günlərimə sal 1402-da qərar tapmışıq və həmdillah vəziyyət ümumi həm umrani və həm fərhəngi şəhrimiz رو به رشدdır və bu ki şəhrimizdə به həmdillah bir şəhrdاری ki nisbətən təcrübə lazım vardı və həminطور علم لازم برای مدیریت شهری وارده نظر gəlir ki علیرغم خدمات و زحماتی که افراد گذشته و شهرداران گذشته وارlar idi اما در وضعیت جدید من احساسم bir مقدار احساس بیشترده یعنی بحث خدمات عمرانی و موفقیت هایی که در حوزه های عمرانی و حتی فرهنگی gözə gəlir bir miqdar mütəmayiztər az گذشته yeri vardı ki təşəkkür olunsun az şurای şəhər və əzای möhtərəm şurای şəhər az babət bu ki mən ibtidai didarımda da bilələrini ərz eləmişdim. Tənha işi ki eləyə bilər əzای möhtərəm şura انجام versinlər انتخاب شهردار کارآمد و توانمند و با تجربه و عالم belə bir ittifaq əgər düşsə şəhərdə rüşd görsəniləcəkdir. Bunların asarı mən ehsas edirəm şayad şəhərvəndilər də bizimlə müvafiq olsunlar, həm nəzər olsunlar bu xüsusda. Bir miqdar vəziyyəti əxirdə, vəziyyəti kununimiz, vəziyyəti رو به رشدdir. İnşallah bundan da behter olacaqdır. Bəli, ikinci sualım məsələn bu olsun ki, bəhsi fərhəngi ki demək olar, əgər biz fəqr fərhəngini şəhrimizdən azalda bilsək, rüşdə, taliyə çatacağıq. Bir sualım məsələn bu olsun, mərakiz fərhəngi ki şəhrimizdə vardı, xüsusən Darüqüranlar ki vardılar. Bizim çoxlu cavanlarımız görürsünüz 20 sinninəcən bu mərakizdə gəlirlər, çox qəşəng qabağa gedirlər. Vəli sonda be qovlu məruf bizərinə ələnməsi olur bu qəziyyədə. Nə qəd bunlardan himayətiz vardı, nə qəd bunlarla be islah mənuzsuz bu mövzuda söhbət buyurun. مستحضرسіз او فضاهای حالا بخش خصوصی تابع به حاکمیت که معمولا برای ارتقای فرهنگ
şəhərlər təsis olunurlar در عناوین مختلف. مثلا مراکز مؤسسات قرآنی یا کانونهای فرهنگی در مساجد یا پایگاه‌های بحثیز و امثال bunlar ki heysiyyət fərhəngi varlarıdır və fəaliyyət eləyirlər. O üçün eləyə biləcəkdir. Bunların tərbiyyət yaftələrin, istilahən mütərəbbilərin camiədə nəqş afərin eləsin. Bir dənə nüktə بیشترdir. O da budur ki, nəhvə tərbiyyətimiz در مراکزی که اشاره elədim, halət fərdgəraidən به جمعگرایی ارتقا tapsın. احساسım budur ki, bizim mərakizimizdə بیش از آنی که bir انسان مسئول نسبت به جامعه، مسئول نسبت به شهر و احساس وظیفه و تکلیف eləyən نسبت به شهر tərbiyət eləyək، bir insanhایی tərbiyət edirik ki, fəqət özlərin eləyə bilirlər, irtiqa versinlər, yuxarıya geçsinlər. Ve دلیل bu ki, bunları məsul bara gətirmirik. Nəhayətdə بعد از آنی که özləri bir bazı zamanıda مثلا با حضور در اون مرکز فرهنگی bir seri موفقیتlər kəsb edirlər. Şayad در حوزه təhsil də مثلا موفق olurlar. Vaxtı qanat açırlar, 3 illə qoyurlar gedirlər. Təhvil aldı. Bu باعث olub ki, bir nəhvə در həqiqət müdiriyyət müəssisatımızda bir miqdar gərək baznigəri olunsun. Biz gərək insanı fərdgəra tərbiyyət eləməyək. Bir insanı ki, camiə pəzirisi də yuxarı olsun, bunları gərək tərbiyyət edək. Yəni, insan بعد از خودساختگی، خودسازی لزوماً o zaman müvəffəqdir camiəyə nisbət ki, camiə pərdazı da eləsin. Ki, məqam əzəm rəhbəri در قام دوم انقلاب da gətirirlər. Əgər istəyirik اتفاق مثبتی در حوزه فرهنگ در مؤسسات فرهنگimiz şəhərdə اتفاق düşsün, biz gərək افراد جامعه پذیر و احساس مسئولیت eləyən در قبال جامعه به نوعی تربیت eləyək. ارتقای فرد، ارتقای şəxs, ارتقای خود hünərdə o belə. Çoxları در طول tarix bu işi görüblər. Hünər budur ki, biz özümüzlə həmrah, digəranı da həmrah eləyək. Əgər bu اصطلاحاً مرحوم علامه طباطبایی sözü var ki, hər insan nisbət به جامعه bir məsuliyyəti vardır ki, gərək qisməti az puzzle پر eləsin. Əgər bu ehsası təklif və vəzifə mənim tərəfimdən olsa ki, mən bu camiədə gərək nəqş afərin olam. Be cay bu ki, deyəm ki, mənə bu şəhər nə iş görüb, mənə bu şəhrdar nə iş görüb, mənə bu məsul nə iş görüb, mənə bu şəhərvənd nə iş görübdür, deyəm ki, mən در قبال bu şəhər nə iş görmüşəm. Bu sual çox əsası sualdır. Ki, əgər eləyə bilsək, sualı özümüzə qeytaraq. Yəni, pasuxu sualı özümüzdən alaq ki, mən به عنوان şəhərvənd nə cür eləyə bilərəm ki, nəqş afərin olan bir dənə şəhrin irtiqai fərhəngisində. Fəqət də fərdi tərbiyyət eləməklik hünərdir. Hünər budur ki, biz digəranı, cəmi özümüzlə həmrah eləyək. Ondadır ki, eləyə biləcəkdir, o əhdaf lazımi ki, برای تأسیس bir dənə müəssisat vardır, o əhdafa insan nail olsun inşallah. Bəli, Məhsərizən xub, təşəkkür edirəm. Bu mورد inşallah bir qısa sualım da Məhsərizən olacaq. Bəli, bəhsi fərhəngiyə gələndə xub baxırıq ki, bir tədat ki, intiqad eləyəndilər. Məsələn, əgər karməndان dövlətə xudaya nəkərdə bu bəhsi cəsarət olmasın, مثلا o gün ki tətildir, 2 gün 3 gün poş sərhəm tətildir. Keyfimiz sazdır ki, yaxşı olub tətildir. Vəli deyəndə görürsünüz ki, məzhəbə də ya nəfərə də, binə də toxunmaları vardır ki, baba bu fikirlər əgər vaqəən biz desək ki, bu fikri qəbul eləmirik, bəs gəh bu tətili də qəbul eləməyək. İnayət edin bu موردdə bir nəzərinizə alın. Bir də xub bu ki mərakizdə ki, bu cavanlar ki tərbiyyət tapırdılar. Biz baxırıq ki, bir 2 ildə şayət bizlərlə rozənə fərqli olubdu. Bundan qabaq beləm ki dərdi. Bu iki sualıma bir yerdə cavab verirsəz məmnun olurum. Mən xidmətlər edeyim. واقعیت هم budur ki, mən به عنوان امام جمعه شهر سردرود در خدمت عموم مردمان علیرغم bu ki bir seri به نوعی تربیت شده‌lərdən biz نماز جمعه به عنوان bir اتفاق و پدیده خاص شهر فرهنگی شهر که مستحضرsiz تعابیری که مقام اعظم رهبرinin vardı
Namaz cümə qərargah fərhəngi şəhridir da. Qərargahında bir də ilzamatı vardı. O xuruciləri ki buyursunuz, onlardan odur ki باید mən müvacih با cəmiyyət kəlani ki məsələn در intikhab qalam ki bunların hansısını intikhab eləyəm, o cür cəmiyyətlə müvacih ola bilməmişəm. O da baz, hala buyursunuz şayət əxirən, ehsasım budur ki elə az گذشته nəhvi tərbiyyət bu model olubdur ki, əfrad bəd az ani ki bir mərhələyə çatdılar, daha orada kat olur və qət olur be növ fəaliyyətləri və təsirgüzarları idamə tapır. Ehsasım budur ki, biz növ tərbiyyətimizi gərək bir miqdar be növ təğyir verək ki, cami tərbiyyət eləyək, həmə canibə tərbiyyət eləyək. Bir, mən qismət əvvəl ərazimdə işarə elədim. Bir insani tərbiyyət eləyək ki, həm نقش آفرینی در حوزه خانواده و فرد وارده، هم نقش آفرینی در جامعه وارده، هم در نقش آفرینی در عرصه سیاست وارده. Bunları əgər tərbiyyət eləsək, bunların mantıqarısı çoxtər olacaq. Hətta israrla da istəsən bunu ötürəsən eşiyə, yenə israr eləyəcək bu camiədə nəqş ifa eləsin. Qapıdan ötürsək eşiyə, pəncərədən qeyd edəcək ki, mən bu şəhərə istəyirəm xidmət eləyəm. Və bu model əgər bir nigah tərbiyyətimiz olmuş olsa, ehsas edirəm ki, əfrad vaxtı ki asarın görürlər, nəqş afərinilərinin əsərini görürlər, bir ehsas ləzzət dəruni və ehsas rızayət dəruni bilələrində ittifaq düşəcəkdir və bir asanı da fasilə aşmayacaqlar. Bəli, mən əvvəl qismət danışığımızın axır bəs sualın məsələsindən belə soruşum. Xoş bir nəfərsiniz ki, cavanların cəmində varsınız, məyadini vərzişidə varsınız. Belə nəzərə gəlir ki, mədaris şəhridə şəhərvəndilərimizin nəzəri budur ki, xüsusən mədaris doktoranədə şuur nişat o əndazədə ki, məsələn, təfrihi gərək bu mədarisdə icra olunsun, məsail məzhəbi çoxtər icra olunur və bu ki, şəhrimizdə xub vərzişi bu abətdə bir teyfimiz vardılar ki, səlamətlik üçün təlaş edirlər. Vəli bir teydad bunlara mümanət edirlər. İnayət edin bu mövzuda bir nəzər alaq, məmnun olam. در حوزه مدارس و همینطور حالا چی دونه سوال oldu بحث ورزش müstəhsərsiz. Mədaris təbiətən özünün bir seri ilzamatı vardır ki, از طریق وزارتخانه برای مأموریتی برای مدیر و معلم و ناظم و نمیدونم افرادی که orada fəaliyyət edirlər, onlara məmuriyyətləri tərif olunub ki, bunları lüzumən gərək anzam versinlər. Siz buyuran sual bir miqdar kəlantərdir ki, bizim حتما gərək bir نوع siyasetguzarımız nisbət به برنامه‌های مدارس bir miqdar mütəmayiz olsun ki, tamam niyazهای زیستی و دانش آموزا توجه olunsun. در کنار بوی که مثلا آموزش توجه var, تزکیه توجه olunsun. در کنار بوی که تزکیه توجه vardı, زیست سالم و سلامت جسمə توجه olunsun. Bunların hamısına təvəccüh gərək həmzəman olmuş olsun. Allah bizim pişfərzimiz budur ki, hətmən vizayətxanada bu ləhazlar olunur və əncam tapılınır. Amma xətayı ki, در نحوه اجرای برنامه‌lər, در متن و səhv اصطلاحاً مدارس انجام tapılır. Gahi اوقات bir seri müəllimlər, bir seri müdirlər iştibaha düşürlər ki, murad az nişad, هرزگی, murad az nişad, yəni مثلا به دنبال لهو و لعب بودن bunlar şadidir. Məsələn, برنامه هایی که به مناسبت اهل بیت و امثال bunlar انجام tapılır, bunlar da heysiyyət مثلا خلاف nişaddılar. Bu təvəccüh, yəni ədəm şinaxtı durust bərxi az müdiran و müəllimlərdən باعث olub ki, fikr edirlər bəs ki, kar fərhəngi برای مثلا دانش آموز فقط elə مباحث اهل بیتin برنامه‌ləri ki, در ایام şəhadətlər انجام bunlardılar. Qeyr az bunları biz üçün lüzumən gərək həmrah با ləhv و لعب olsun, pəs tətil edək, nişad da getsin. در حالی که bizim ده‌ها مورد، صدها مورد روش‌هایی برای ایجاد نشاط در متن مدارس vardı ki, lüzumən بحث هرزگی و بحث لهو و لعب də lüzumu yoxdur. Yəni bir nişat salimi ki, heç guna hürmət də zimnində yoxdur. Mən şər'i də zimnində yoxdur.
bu cərəh bizim müdirlərimiz daray ibtikar olsunlar bu xüsusda. Ərz elədim, vərziş nişatavərdir. Xub, nəqşin vərziş در mədrəsələr nə miqdardır? Bərxi az ordular nişatavərdir. Nə miqdardır? Bərxi az bərnamələri ki, hala ərz edirəm, çün در məqam şumarıcı bunlar deyirəm. Amma bunlar cərəh bir umanı karşınas özləri otusundan fikr eləsinlər ki, biz nə cür bərnamərizə eləyə bilərik ki, danış amuzlarımız nişatda olsunlar, hərama da mürtəkib olmayaq. Ya məsələn o məsaili ki, qanun bizə ilzam eləyibdir, ondan da xaric olmayaq. Bu niyazmənd به ابتکار مدیران مدارس و معلمین əzizdir ki, nişat به قول o نیاز زیستی bir dana danış amuzdur ki, həttəmən gərək o zehniyyət müsbət برای مدرسه ایجاد olunsun, zimnində amuzش də qəvitər olar, zimnində تعلیم و تعلم da qəvitər olar. Amma ərz elədim, نگاه tək sahəti به مسائلimiz, zindəqanlığımız, bərnamərizimiz bais olubdur ki, qahən məsələn mədrəsədən dilzədəci tolid olunur. Gərək bu olmuyor. Hala bu mədarisdir ki, icmalən işarə elədim. در سطح شهر də gərək belə bir ittifaqı ki, işarə buyurdunuz, انجام tapılsın ki, nəhvi bərnamərizi bu cür olsun ki, zimnin ki bərnaməهای nişathaver برگزار olunur, با حداقل هزینələr hürməti və mən'i qanuni və şəri də zimnində olmuyor. Bunlar bazı yenə müdiran şəhri gərək به قول ابتکار əməl xərcə versinlər ki, bizim camiəmizin niyazı به ایجاد امید و نیازı به ایجاد نشاط çox niyazı vardı. Ki hala bu nə miqdar biz eləyə bilək, müvəffəq əməl eləyək inşallah. بله خب مدیر برنامه‌مız جناب آقای بایسته اشاره ایلا که اول قسمتimizin vaxtı به اصلاح qutulubdur. Məqsədiniz olsun ikinci qismətdə biz doktor Cəlili ilə söhbət edəcəyik در مورد آینده şəhər, vəziyyət şəhrimizin həncər və nahəncərləri və əmniyyət şəhrimiz, əmniyyət xanavadələr, bazarda, parçalarda bizdən ayrılmayın. İkinci qismətdə də bizlə yol olun. Dubarədən təşəkkür edirəm müdir برنامه‌مız cənab Ağay Bayistədən ki, zəbt bəxş برنامه bu buzurgəvarlandı. Cənab doktor icazə buyursaz biz əvvəl qisməti başa aparaq, daha ikinci qismətlə xidmətçi olaq. Məmnunam lütfünüzdən, sağ olasınız.